Prokurorluğun yaydığı bir məlumat var. 3 uşaq anasının ölümünə həkim səbəb olub. Yeni klinika publik hüquqi şəxsin reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin ginekologiya şöbəsində həkim mama ginekoloq işləyən Sevinç Məmmədova cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilir ki, Sevinç Məmmədova tərəfindən icra edilmiş cərrahi əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq cinayət məcəlləsinin 314.2, yəni səhlənkarlıq ağır nəticələrə səbəb olduqda bu maddə ilə cinayət işi başlanıb, iş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən Sevinç Məmmədovanın ötən il mayın 6-sında yeni klinika publik hüquqi şəxsdə Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinç Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı isə vəzifədən kənarlaşdırılma növündə əlavə qəti imkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.